Bilirsən, sən ancaq kart və pul atırlar, mənə də kartlardan pul atarak salam göndərir. Yəni bu artıq səmərəli futbol deyil, bu əmməli boş oyunu futbol. Sənə cəmaət kart və pul atır, ya da bunun kartla pul atır. Həqiqətən mən Chelsea fanlarını təbrik etmək istəyirəm. Chelsea artıq əvvəlki o böyük klubda deyil zaten, onu da qəbul olmalıdır. Heç kimdə fikirləşmir ki, sabah birinci yerdə 4 xallıq fərq var. Aston Villa ilə Manchester City əhd edib ki, qoy bu il Arsenalı çempion eləyim, bunlar dincəlsin. Yəni Salahı komandadan çıxartmaq istəyirlər. Sabah mənə pul vermir. Amma versə pis olmazdı. Arsenalı çempion deyə bilərik artıq. Yox. Niyə belə ayrı seçkilidir? Fərqli stəkanlarda gəlir. Zarafatsız mən hər dəfə ofisə gələndə misal üçün bunlar 2 dənə tay idi, o 2 dənə tay idi. Hərəsi yuxu çıxırdı. Yox. Bunun özünün bir tayı var idi, onun da bir tayı var idi. Bu tək idi. Bu baladır, bu atadır. Bu bilirsiniz Bu da nə transdır. göstərir? Bu göstərir ki, biz hamımız çox fərqliyik filmimizdə. Dur. Bu dəqiqə şeydir də, ikinci taymda Thomas Frank da Pep Guardiola elədi. Dur. Gələm. Bacarmır da burada. Bacarmır, birinci gol nə gol idi sən? Solankinin. Təmiz fol idi. Təmiz ola. Təmiz, 100%. Apardı. İtaliyada o qırmızı kart verəcəkdi. Yəni məsələn, Geyinin topuğuna təpik vurdu ya da. Gehi belə eləsəydi, şimdi Solanki topa yaxındır. Gehi altdan topu çıxardır. Orada 100% penalti verəcəkdilər. Verdilər də. Manchester'ın o biri tərəfindən Maguire'ə verdilər də. Amma Maguire'ın penaltisi Necə? Guardiola nəsə dedi oyundan sonra bu barədə? Nə dedi? Yox, ümumiyyətlə əvvəl danışmaq istəmirdim. Mətbuat jurnalist danışdırdıq da. Jurnalist dirəşdi ki, nə demək istəyirsən, heç nə demək istəmirəm, zırt-pırt. Deyir, axırda deyir, nə deyim, deyir, quş deyib, nə deyir, barda, başqa nə qadim. Və Maguire'ın epizodunda, görmüsən o epizodu? Orada necə penaltidir? Okey, Maguire ayağa oynayıb, amma zərbədən qabaq Maguire artıq uzanmışdı. Artıq İlk təmas topaydı da. Söhbət də Tamasdan getmirdi. Kim idi vuran? Raul Jimenez. Raul Jimenez topa vurur. Topa hələ vurmur da, biraz topu özünə buraxmışdı axı. Maguire da gördü ki, topu buraxdı özündən, topun qabağına ayağını soxdu. Ayağını slide patkatla girdi belə içinə. Sadəcə belə oldu ki, yəni Jimenez Maguire'ın üstündən vurdu topu, sonra Maguire ayağını ilişdi. Yəni bu elə bir FIFA-da olur, elə bir komanda şey vurur, sən də X-i basırsan, sənin onun üçün gəlir bunu çıxardır. Top ucu gedir, bu top yoxdur. Amma o gəlir deyir ki, yox penaltidir. Yəni qayıdır abratını deyir ki, penaltidir. Eyni epizod oldu. Bu mənə çatmadı. Hakim qərarları çox belə qəribə tuta bilmirsən. Çox belə indi biz həmişə öz verilişlərdə fikirlərimiz üçün subyektiv bildiyin hakim qərarları subyektivə dönüb. Yəni varda kim oturursa kayfına görə bu buna penal deyir, o biri deyir penal deyir. 100% biz bir hakim qonu açarmalıyıq, oturub danışmalıyıq. Danışmalıyıq. Mənə misal üçün kimsə yazır ki, Samir səncə orada şey var. Amma qardaşım mən bilmirəm. Vallahi bilmirəm. Bu sənə yazan işi gücü qısarıb, sən niyə yazırıq ki, o qədər peşəkar adam var. Kamera edinən. Peşəkar adam cavab vermir axı. Mən hamıya cavab verirəm. Hamıya olmasa da yəni. Hamıya bax. Bacardığım qədər. İndi mövsümün əvvəlinə qayıdıram. Çünki bugün mən çox mövsümün əvvəlinə qayıdacağam. 2 həftədir yoxdur. Əlimə düşmüşkən qoy biraz bunu şey eləyim ki, bəs tarixanlar var mənim. Pep Guardiola yeniləyirdi falan. Pep Guardiola 2026-cı ildə cəmi bir dənə oyun udub. Yəni Premier Liqadan söhbət gedir də. Bax 2 yanvarda Sunderlandlə səfərdə oynayıb 0-0. 4 yanvarda evdə Chelsea 1-1. 7 yanvarda evdə Brighton 1-1. 17 yanvar səfər United 2-0 uduzur. 24 yanvar ev Wolves 2-0 udur. Yeganə qələbəsidir. Və 1 fevral səfərdə Tottenhamla 2-2. Və Arsenal hələ də 6 xal. Qabaq. Ondan o tərəfə qalxa bilmir. Dəyişəkdir. Aston Villa ilə Manchester City əhd edib ki, qoy bu il Arsenalı çempion eləyim, bunlar dincəlsinlər. Aston Villa onsuz da bilinirdi ki, olmayacaq da axıra kimi bu mübarizədə. Bu dəqiqə United daha çox favoritdir nəinki Aston Villa. Aston Villa da oradan deyirəm. Bu transfer eləyirlər. Yəni Mark Gehi keçən sezonun ortasından etibarən Premier Liqanın ən belə yəni Van Dijk olması da, Gabriel olması. Ən belə populyar müdafiəçilərdən. Saka da ən populyar wingerdir. Yaxşı, indi ala bilirlər də. Yəni bir qıraq transfer edirlər. Nədir bu City xarabanın dərdi nədir? Niyə bu oynaya bilmirlər bunlar? City'nin dərdi yoxdur, bura. Nətər yəni yoxdur? Oyunu da bilmirlər. Yox, niyə oyunu da bilmirlər? Bu da ceyla da bir istirahət edirlər. Niyə yesinlər? Tottenham'da da. Yox, nə qədər dominasiya olar. İlk növbədə deyəndə uşaqlar darıxıblar mənim üçün. Elə bilirsən sən ancaq kart və pul atırlar, mənə də kartlardan pul atarak
salam göndərək. Mansur, sən salam istəyirdin. Kartına pul atmısınız deyə bərbərə gedib üzünüz qalxıb bərbərə Ağzın yazıldı. Sən salam istəyirdin, bu da sənin salamın. Nə oldu valla? Yox, Mansur mənə yazmışdı ki, darıxmışam siz üçün, yəni çoxdan da siz yox. Neçə veriliş yox idi mən? 4 veriliş, 3 veriliş. 2 dənə lojada ziya oldu, bir də qərbdə ziya oldu. Hə, sənin zamanat kart və pul atır. Ziya da bunun kartına pul atır. Qəşəng. Bu səbəbdə səndən başqa hamı qazanırdı, o qazanır, mən qazanıram. Mansur bizim bəlkə izləyicimizdir. Sağ olsun, baxır bizə. İndi qayıdaq Pep Guardiola. Yəni Brad, məşqlərdə olur dərdən biri, yəni Pep Guardiola da sübut eləməyə nəsə özü üçün bir challenge axtarır. Çox üzrəm. Yenə sənin monoloqova dəstək məqsədli bir sual verirəm, onun üçün böldüm. Tiki-taka qutardı səncə? Yəni Manchester City özəlində. Tiki-taka dünyada qutardı. Tiki-takanı Qarabağdan başqa məcbur heç kəs oynamır. Qarabağ burada update gec gəlir də prosta. Yəni zarafatsız Qarabağdan başqa tiki-takanı heç kəs oynamır. Plus minus. Bəzi komandalar var ki, məsələn, Aston Villa və Aston Villa ona görə bu Unai Emery'nin deməzdim ki, səhvidir, bu Unai Emery'nin prinsipləridir. Aston Villa bəzi oyunlarda hər elə çalışır ki, müdafiədən pasla çıxsın. Özü bilsəncə paslarından biri var. Sadəcə sən küncdə pasla çıxırsan da, hansısa künc outun yanındasan və orada cınaqda pasla çıxmağa çalışırsan. Unai Emery səhv eləmirəmsə, Liverpool oyunu idi də. Liverpool Arsenal'la oyunda idi. Prinsipli bir oyun idi. Unai Emery düzdü. Arsenal'da da Arsenal döydü onları. Yes, Arsenal orada qolların yarısı elə o pressinglə gəldi. İkinci hissədə özdən. Yes, hamısı pressinglə gəldi ki, Martinez topu bilmirdi kimə ötürsün. Düzgün ötürmürdü. Nə bilim, Odegaard, Declan Rice topu götürdülər, kontratakda vururdular. Yəni problem odur bax, Unai Emery misal üçün o problemi yaşayır hələ də. Ona görə məsələn Brentford kimilərlə, yəni hal qazana bilmir. Və Aston Villa'nın buraxdığı qolların yarısına baxsaq, ancaq özləri top itirirlər deyə qol buraxırlar. O birisi komandalar heç nə yarada bilmirlər. Unai Emery yəni xüsusilə arxa tərəfi nəzərdə tuturub da, mərkəz müdafiə bir də qapıçı. Elə bir heyət yığıb ki, ora yəni o sən başqa bir şey oynaya da bilmərsən də. Lindelöfdür, Pau Torres'dir. Bu adamlar onsuz da bir klassik Premier Liga müdafiəçisi deyil də, ki, hansı ki fizikasını önə qoysun, nə bilim dribling atsın, top daşısın. Minks də belə də. Amma məhz belə şeylərə görə də yəni o fizikada uduzur. Bu yaxınlarda Gordon çox əla. Şimdi ümumiyyətlə Gordonun intervyularına kimsə baxmırsa mütləq baxın. Harda gördünüz Gordon danışır, mütləq ona baxın. Yəni ümumiyyətlə mən həmişə demişəm, həmişə də deyəcəm. İngiltərədə futboldan baş çıxan ancaq skautlardır. Başqası heç kəs futboldan baş çıxmır İngiltərədə. Skautlar niyə görə baş çıxır? Çünki skautlar Şotlandlardır. Ümumiyyətlə İngiltərə futbolunu necə Şotlandlar qaldırıblar. Eynən də bu tendensiya gedir. Yəni ən istedadlı futbolçular da skautlardan çıxır. Yəni ümumiyyətlə də bacarırlar da bu insanlar. Və Gordon çox əla bir fikir söylədi ki, Çempionlar Liqası İngiltərə arasında çox böyük fərq var. Çünki Çempionlar Liqasında biz futbol oynayırıq, İngiltərədə biz ancaq dalaşırıq. Yəni ancaq fizikadan ibarət. Newcastle oyunçusu. Yadında deyil Barcelona oyunundan sonra verdiyi intervyu. Yəni deyəndə o intervyulara çox baxırsan ki, bu insan futboldan başı çıxır. Yəni futbolçu olmağına rəğmən, yəni bu insan oturub futbolu analiz edir də özlüyündə. Və deyir ki, son vaxtlar İngiltərədə kimdə fizikası güclüdür, hansı komanda, o komanda qalib gəlir. Və İngiltərədə futbol yavaş-yavaş ölür. Nə mənada? Biz ancaq topu qabağa atırıq, outlar, uqlavoylar falan. Və çox maraqlıdır ki, əgər İngiltərə futboluna birinci növbədə Arsene Wengerdən başlayaraq, indi Alex Ferguson'a mən toxunmuram da. Alex Ferguson İngiltərə futbolunun içində pişiyib, yəni Britaniya futbolunun içində pişiyib və oradan necə bacarırdısa elə də mübarizə aparırdı da. Bu rezultat verirdi, ona görə davam etdirirdi bunu. Amma sonra Arsene Wenger gəlib və ümumiyyətlə İngiltərədə futbol anlayışını dəyişib insanlarda ki, yəni Arsene Wenger gəldilər və görəndə ki, yəni alışır, yəni Parlo siqaret çəkir, Tony Adams içir, meydana çıxır, dəli olmuşdu ki, elə şey var. Başladı hamının sport zal, 3 dəfə yemək yeməlisən, sən bazada, yəni bazadan başqa heç yerdə yemək yeməməlisən. Ümumiyyətlə ona görə futbolu dəyişib Arsene Wenger. Sonra gəldi Jose Mourinho. Jose Mourinho lap sərt oldu və kontrataka futbolu gətirdi İngiltərəyə. Sonra gəldi Pep və pasdaşma oyununu gətirdi İngiltərəyə. Və çox maraqlıdır ki, Sam Allardyce, Tony Pulis tərzini İngiltərəyə İspan məşqçi qaytardı. Bəli. Arteta'ya görə hal-hazırda bütün klublar ancaq cərimə zərбələrini İngiltərədə oynamış İspandı da o. Hə, İngiltərə oynamış, Barcelona məktəbindən çıxmış. O Everton'da oje
Everton'da, götürür. Arsenal'ın Yəni David ucunda. Moyes ona David Barcelona'da çox təsir eləyib. Virus salıb. Hə. Plus okeydə sən Arsenalda oynamısan, amma səni yenə də Arsene Wenger sonra götürüb də özünə də. Arsenal trener Moyes oynamısan, sonra Arsene Wenger səni götürüb də. Sən Arsene Wengerin komandasında oynamısan və orada məşqçi olaraq çox güman ki, orada püxtələşməyə başlayıb. Sonra Pep Guardiola ilə işləyib. Bu Tony Pulis'lə Sam Allardyce harda yatırdıq Arteta'nın içində. Mənə o çatmır. Çünki ilk sezonda Arteta belə oynamırdı. Arteta ilk sezonda ümumiyyətlə 3-5-2 ilə, 3-4-3 ilə çıxırdı. Saka lateral oynayırdı. Yadındadır ki, indikindən daha maraqlı futbol oynayırdılar, amma gəl işin bir tərəfinə baxaq da. Sən dediyin o Pep Arteta özü də tik-takada yetişmiş, püxtələşmiş ya da püxtələşməyə başlamış bir məşqçidir. Amma onun prime bu dəqiqə tik-takadan vaz keçir ki, tik-taka qutarıb. Bu yetimdə həlli burada görür də. Brat, amma həllini məncə Luis Enrique ilə Flick tapıblar. O heç də indi Yəni, Arteta mən onlarla müqayisə onların eləmirəm. komandaları, onların komandası həm Luis Enrique plus Kompany'də hardasa bu hardasa Kompany heç çalışır. Hələ çalışır. Hətta mən orada Hans Flick'in özünü də çıxardardım. Mən Luis Enrique deyərdim. Luis Enrique number 1'dir. Number 1'dır. Yəni Hans Flick'in futbolu Barselona'ya gələndən sonra biraz o kontrataka, baskılı oyunun içində Barselona'ya gələndən sonra məcburiyyətdən tik-takana harmanladı. Çünki sən Barselona'dasın, tik-taka oynamalısın. Amma Luis Enrique'nin o MSN vaxtları pik idi də. Həqiqətən ümumiyyətlə çoxsu həmişə Luis Enrique. Mən də Luis Enrique'nin məsələn də Barcelona'nın treble-na qədər nə mənada bəyənmirdim. Çünki yəni klublara gedirdi və onun futbolunu yəni mən boynuma alıram. Çox güman ki, mən başa düşmürəm Luis Enrique-ni. Sən Romanı yadda saldın, Roman necə oynayırdı? Orada mənim də problemim var idi səslavla. Hə, çox pis oynayırdı. Yəni biri var məşqçi gəlir, Simboli Barcelona məktəbindən çoxsu dedi ki, məsəl üçün Pep Guardiola'nın kölgəsidir və nəsə Luis Enrique özündən nəsə uydurur ki, Pep Guardiola'nın kölgəsindən çıxsın. Amma Luis Enrique göstərdi ki, o işini uydurmur. Sadəcə MSN-la bunu sübut elədi. Sonra İspan çoxlar dedilər ki, ha okey də Neymar, Messi, Suarez var idi. Ona görədir. Mən də onlardan biri idim. Sonra İspaniya millisinə getdi. İspaniya millisində də yenə skandal falan ora-bura. Orada Luis Enrique'nin şəxsi problemləri var idi. Onları nəzərə almırdıq ümumiyyətlə biz azərkeşlər. Amma sonra PSG ilə göstərdiyi iş, yəni adamı belə baxdım ki, yəni çünki PSG çox unikal komanda idi. Yəni mən həmişə deyirəm də bəzi komandalar çox unikaldır və PSG o unikal necə ki, məsəl üçün Jupp Heynckes'in Bavariyası. Baxmırlar ki, Flick daha çox titul qazandı, amma Jupp Heynckes'in Bavariyası çox unikal komanda idi. Baxmayaq ki, nə bilim Borussia Dortmund son məşqçinin adı nədir? Tezic idi. Teziclə də finala çıxdı, amma Klopp'un Borussiası unikal idi. Necə ki Liverpool misal üçün Slotla çempion oldu, amma Klopp'un Liverpool'u unikal idi. Benitez'in Liverpool'u unikal idi. Yəni unikal komandalar var və Luis Enrique'nin də PSG-si həmişə yadda qalacaq. Yəni bu mümkün deyil ki, yəni o yadda qalmasın. Amma bir məsələ var ki, Nəyə gətirir? Yox, başa düşürəm. Arteta da bunu eləyə bilərdi. Niyə başa Tony düşürəm, Pulis yolunu seçdi? Sən bu boyda söhbəti başa düşdüm ki, axırda Arteta'ya soxmaq üçün eləyirsən o öz yerində. Amma indi gəl bir şey də var ki, bu tərəfindən də baxaq da işin. Luis Enrique'nin Barcelona'sı bomba idi. Amma tik-taka, yəni Pep'də gördüyümüz tik-taka qədər long range olmur da. Həmçinin PSG keçən möhtəşəm idi. Bu dəqiqə PSG keçənki PSG ilə Playoff'da baxaraq da orada. PSG bu komanda məni təəccübləndirə bilər, amma hələ ki indiki situasiya təməlli futbol oynayırlar bura. İndiki situasiya üçün deyirəm. Amma playoffdan söhbət açmışkən biz bir qədər tik-taka ölübmü sualı üstündən çox kənara yayındıq. Premier Liqaya qaytarmaq istəyirəm. Manchester City 2026-cı il girdiyindən də onsuz oyunları sadaladım. 6 oyuna 1 qələbəsi var. Tottenham 6 oyun qələbəsi yoxdur. Və Liverpool 6 oyun ilk qələbəsini bu tur Newcastle-a qarşı qələbə qazandı. Yəni heç bir komanda formada deyil, sırf Premier Liqa indeksi yanaşsaq. Amma hər 3 komanda da Çempionlar Liqasının ilk 8-liyindədir. Çünki İngiltərə futbolu bütün futbolları döyür. Pul İngiltərə futbolundadır. Amma bir məsələ var. İspaniya pis gündəsən, İspaniya klublarına bir dənə baxırsan. Atletico Bilbao ilə Real Sociedad oyuna baxıram. Keçəcək də çox güman ki o tərəfə. Bu indi bir dənə remarka eləyim. Bu futbol oynamırlar. Real Madrid Sesada yaxşı idi. Real Madrid futbol oynayır. Pis gündə idi. Yox, yenə də bura. Qırmızıdan sonra başladı oynamaq. Qardaşım,
İspan çempionatında həmişə hətta hamı deyir darıxdırıcı futbol deyirlər ki, yatırırıq biz Hetafe ilə Mursiya oynayanda. Bu oyun derbi. Yox, söhbət derbidən getmir. Basit derbi. Söhbət oyun keyfiyyətindən gedir. Məsələn, İspan futbolu misal üçün darıxdırıcı olsa da, yəni kimlərisi üçün də, kim dinamikanı sevirsə, Premier Liga fanatları üçün. Mən misal İspan futboluna baxanda mən onun taktiki kimi baxırdım İspan futboluna. Məsələn, Hetafe ilə nə bilim Celta oynayanda orada sən görsən ki, hər futbolçu hər addımında hər addımına fikir vermək istəyir. Yəni sadəcə bu addımı atmır ki, mən topu qabağa daşıyım. İspan futbolunda topu qabağa daşıyım, sadəcə topu qabağa daşımaq üçün etmirlər ümumiyyətlə. Və indi İspan futbolu çox pis vəziyyətdədir. İspaniyada 4-cü yerdə gedən Çempionlar Liqasının sübutudur da. Yəni İspaniyada 4-cü yerdə gedən komanda yəni play-off'a düşə bilmir. Yəni o birisi klublara mən ümumiyyətlə dəymirəm, o birisi klublara. Onlar vəbşi pis gündədirlər də. Avroliqada da pis gündədirlər. Yəni çox pis futbol nümayiş etdirirlər. İndi qayıdırıq biz İngiltərə. İngiltərə klubları Tottenham 4-cü yerdə bitirib. Düzdür, rəqibləri zəif idi. Amma PSG bir dənə rəqibi var idi, onda 5-3 ulduzdular. Hə. Okeydir. O birislərdən düzdür, gol buraxmadılar. Bəxti gətirdi. Keçən il çempionluqlar əldə edən PSG ilə də oynamada formu yenə PSG-də əvvəlki baxmışdı aşağı idi. Yəni belə bir City-nin özü götürər, amma İngiltərə klubları Newcastle-ın özünü götürər. Çox böyük zapaslandılar. Amma yenə də görsən Barcelona, Newcastle formada olmayan Barcelona-nın oynadı və uduzmadı. Yəni Barcelona yedi. Çünki Newcastle futbol oynamır. Və PSG ilə də zor oynadı o gün. Newcastle. Zor oynamadı. Newcastle futbol, PSG futbol oynayırdı. Ya, amma Newcastle çox gözəl oynayırdı həmin oyunda. Gordon, və PSG-dən daha yaxın idi qələbəyə. Bax, Gordon da bunu deyir. Gordon deyir ki, biz İngiltərə futbolu olaraq son neçə illərdir futbol oynamırıq. Ancaq fizika. Qaç, topu qapıya vur, qayıt. Okey, bir dənə Əlkbər abi sual. PSG ilə deyirsən ki, yaxşı oynadı ki, hardasa mən də həm fikrəm səninlə. Bu Newcastle, bu PSG-yə qarşı yaxşı oynayan Newcastle niyə Anfielddə Liverpoola qarşı oynaya bilmədi futbolu? Hərçənd ki, Liverpool yaxşı vəziyyətdə deyil. Niyə uduzdu? Çünki və əzici məğlubiyyət aldı. Yəni mən oyuna baxdım. Heç eləmədi Newcastle. Yəni Florian Wirtz haqqa verirdi orada bütün var gücünü PSG ilə oyuna yönəltmişdi nə mənada. Onlara vacib idi, mən fikirləşirəm ki, 8-ləyə düşsünlər və daha yaxın idilər əslində. Sadəcə bəhtəri gətirmədi və çox güc sərf elədilər oyunda. Burada da Liverpool da Qarabağla öz meydanda oynayırdı. Aydın məsələdir ki, daha rahat oyun idi. Liverpool onsuz da Yezid modunu söndürməmişdi. Hardasa bu qələbə qısa müddətli də olsa da biraz motivasiya verdi onlara ki, biraz özünə inam artsın. Sırf buna görə, yəni Newcastle heç yox idi. Sözün hamı gözləyirdi ki, Newcastle nəsə göstərəcək ən azından, amma burada bilmirəm sən razılaşırsan yoxsa yox. İlk yarım saatda Liverpooldan daha yaxşı oynayan Newcastle idi. Daha aktiv. Düzdür, vertikal futbol oynayırdı Liverpoola qarşı, onun cəzasını aldı. Vertikal futbol demişkən bizim dostumuz 343 bir kanal var, çox güman ki baxırsınız deyirsiniz. Qarabağa belə bir irad bildirmiş son videoda ki, Qarabağ gərək bir Liverpoola qarşı vertikal futbol oynasın. Yəni Newcastle oynamaydı qardaşım. Newcastle oynaya bilmədi. Mənə görə bu biraz şişirdilmiş irad idi. Yəni Qarabağ nə futbol oynasaydı Liverpool 6 dənəsini vuracaqdı onsuz da. İndi qayıdırıq Newcastle-a. Newcastle zaten Eddie Howe mən çox bəyənirəm. Eddie Howe da, yəni həqiqətən Bournemouthdan da izləyirəm bu məşqçini. Mən həmişə futbol oynamağa çalışan ingilis məşqçilərdən idi. Eddie Howe o klassik Tony Pulis'lər, Sam Allardyce'lar deyil. Eddie Howe həmişə futbol oynamağa çalışırdı. Amma bəzən o da görür ki, yəni misal üçün niyə görə Çempionlar Liqasında, niyə görə Liverpoola qarşı uduzublar? Çünki Eddie Howe Çempionlar Liqasından sonra idi. Amma səbəb sən gətirdiyi səbəb deyil. Çünki Çempionlar Liqasında Eddie Howe kayf alıb futbol oynayırdı. Bura yenə qayıdıb rəqbiyə. Və bir anlıq özünü itirib ki, yəni fikirləşir ki, bəlkə Liverpool fizika ilə oynamayacaq, amma Liverpool da artıq fizika oynayır. Ancaq qaç. Yəni pressing okey, pressing olmalıdır. Amma Liverpool pressingi nəyin sayəsində eləyir? Taktiki pressing deyil. Sadəcə iki hamısı bulin, sadəcə mənə bağışlayır. Qaraları yığıblar, dayanmadan qaçırlar da bu. 12 dənə Kante komandaya yığıblar, hamı da qaçır. Yəni bu futbol deyil axı, brat. Yəni həqiqətən bu futbol deyil. Bu sadəcə atletikadır. Futsaldır. Yox, futsalda bomba futbol gedir, brat. Bu atletikadır. Fransa yığmasını görmüsən futsalda. Yarım final çıxırlar. Bir dənə də ağ yoxdur orada. Bu Fransa əsas yığmasında bir dənə ağ yoxdur, qaldı futsalda. Rabio. Orada heç o da yoxdur. Rabio da Griezmann prosunda da elə belə lazımdır da.
O Netflixdə olur 30% qara zadı, 30% gay təmsilçilər olmalıdır. Bu da Fransa millisində də əksinə 30% ağ olmalıdır. 2-3 dənə ağ seçirlər. Elə bilsən ki, Hernandezin o böyük qardaşı var, Luka Hernandez. Elə belə millidə oynayır. O 30% doldurmaq üçün. Yoxsa meydana çıxmır axı. O nə klubda meydana çıxır, nə millidə, amma həmişə millidən sastavındadır. Amma hər şeyi qazanıb. Hər şeydə qazanır. Və mən söhbət edirəm Liverpool Newcastle. Bu Newcastle 30 dəqiqə futbol oynadı. İndi 2 oyun var, PSG, sonra Liverpool var. Burada sənə qatılıram ki, Liverpool Qarabağla oynayırdı, daha asan rəqib idi. Bir də o Harvey Barnes'ın cərimə zərbəsi də bəlkə qol olsaydı, o 2-0 və başqa bir momentuma da gedə bilərdi oynayardı. Çünki Newcastle ilk 30 dəqiqədə çox böyük güc sərf etdi və fikirləşdi ki, normal futbol gedir də. Amma Liverpool zaten, Slotun Liverpoolu zaten fizika üzərində qurulub deyə. Yəni ancaq qabağa pas qaç, hamısı qaçır, hamısı qayıdır. Hamısı qaçır, hamısı qayıdır. Baby. Yəni Slotun çox maraqlıdır Holland futbolçusu. Bu çox maraqlı il izləyir, futbol izləyir. Holland məşqçisi, İspan məşqçisi, Toni Pulis'in futbolunu oynayırlar da. Yəni bitirdinsə bir dənə də sual vermə bu Liverpool kontekstində elə sən də fikir vermisinizmi bilmirəm. Əsasən də mənim bu oyun daha çox diqqətimi cəlb elədi. Liverpoolun main fokusu, baş rolu bir növ Muhammed Salahdan Florian Wirtz Ekitike tandeminə döndü artıq. Yəni dalaşa-dalaşa, söz-söhbətlər ola-ola bir təhər özünü də barışdırıb elə bir Salahı ikna ediblər ki, qardaşım, top gələndə vaxt orada ürəyin kayfını istəyirsə elə, amma əsas futbol Wirtz oynasın. Wirtz çox, yəni Ekitiken birinci qolun %70'i Wirtz'in ayağına yazılmalı. Wirtz ümumiyyətlə bala-bala özünə gəlir. Toparlayır, çox yaxşı oynayır. Yəni bu artıq səmərəli futbol deyil, bu əmməli baş oyunu futbolu. İndi gəlməsən siz mənə gülürdünüz mənə şey deyəndə ki, Holland məşqçilər haqqında ümumiyyətlə bu onların şeyləri də əvvələ qayıtmaq istəyirlər. Gəl biraz əvvələ qayıdaq. Mən demişdim burada, yəni Slotun əsas məqsədi olacaq ki, Salahı sastavdan çıxartmaq ümumiyyətlə. Və bu skandal da elə belə deyildi. Salahın üstünə hamı düşüb, amma Salah nəyisə görüb ki, o riyakarlığı görür klubda. Çünki Slot Wirtzə o qədər pul verib. Çünki bu Slotun istəyi idi. Liverpoolun istəyi deyildi, bu Slotun istəyi idi. Və Wirtz özünü göstərə bilmirdi. Çünki Wirtz hardasa Salaha oxşar bir manierada futbol oynayır. Harda istəyir qaçır, öz zonasındadır, harda istəyir qaçır. Yəni sistem futbolçusu deyil Wirtz. Və Qarabağla oyunda belə Wirtz qaçırdı. Salah burada bomboş idi. Neçə dəfə bomboş idi. Salah bir dəfə də olsa ora pas vermədi. Newcastle-ın da oyunda həmçinin. Eyni söhbət gedir. Soboslay da qaçır, Salaha artıq pas vermirlər. Yəni Salahı komandadan çıxartmaq istəyirlər. İndi okey, bəlkə də Slot düz eləyir. Başa düşür ki, Salahın vaxtı artıq başa çatıb. Yeni nəfəs lazımdır və Wirtz o nəfəslərdən biridir. Onu bir zaman göstərəcək bizə. Sadəcə mən düşünürəm ki, yəni mən Slota inanmıram. Mən həqiqətən Slota inanmıram. Bir də bir məsələ var. Mövsümün əvvəllərində hələ İshak düz eləməmiş, amma tam sistemin içərisində deyildi. Ekitiken solda oynadırdı. Salah yenə sağda və onlar cinahdan gəlib ortaya içərini doldururdular və pasları qəbul etməyə çalışırdılar. Ya da Ekitike 9 nömrə oynayanda aşağı düşürdü ki, Salaha oradan bir koridor açsın. Bu oyunda heç onu da eləmədi. Düppədüz qaçırdı ki, Wirtz buradan topla girsin, mənə pas versin, mən bitirim. Salahı harasa atıb, harasa satıb. Çox güman ki, yəni bəlkə də 3-4-3-ə ya 3-5-2-yə keçdi Slot. Belə bir şey də ola bilər. Çünki Ekitike yəni Ekitike çox əla formadadır. Frimpong tipli bir wingback-in olması da sənin üçün yaxşı. Düzdür, adam bərbad vəziyyətdədir. Bredli də var zaten də. Orada da Kerkez var. Kerkez də yəni hücumda daha çox fayda gətirir də, nəinki müdafiədə və onu da yoxlamaq olar. Əsas odur ki, 3-cü yaxşı müdafiəçi almaqdır. O Gehini elə belə almaq istəmirdi Allah. Onu da əldən çıxartdılar. Salahın əvəzinə Semenyonu, arxada Gehini almaq istəyirlər. İkisini də City qapazladı əllərindən. Və növbəti tur Ələkbər abi bayaqlamada qeyd elədiyi kimi City ilə Liverpool oyunu var. Hər ikisinin 2026-cı ildə bir qələbəsi var Premier Liqada. Siz ikinci qələbəsini qazanmağa hansı kollektivi daha yaxın görürsünüz? Liverpool. Anfielddə oynayırlar. Hansı qələbə qazanma ehtimalı daha böyük? Liverpoola zaten həmişə klub vaxtından da çətin idi City ilə. Dominasiya həmişə orada keçirdi. Hazırki, misal üçün, mən Tottenham'la City'nin oyununda göz qabağına gətirirəm. Newcastle-la Liverpool'un oyununda gözümün qabağına gətirirəm. O sənin dediyin fiziki ancaq
komanda şəklində önə və arxaya getmək City-nin başını xeyli ağrıda bilər. Onsuz da mərkəz müdafiəçisi, okey, Gehi biraz toparlayıb, amma Xusanovdan Gehi də o qədər güvən verən tandem Amma elə deyildi. mərkəz müdafiəçilərindən danışır. Göyə cınaq müdafiəçilər nədir? Yəni işte onlar Cınaq müdafiəçilər də adi piraşki yeyəndilər dayaq də yarım, orada. mərkəz müdafiə və dayaq yarımı Rodri ilə O'Reilly Rodri vəbşə Orada konkret bildiyin finita la komediya oldu Rodri. yəni Rodri yoxdur. Yoxdur poldə. Yəni Rodri Çerki zədələndi, bir fantazistdən var idi, ondan da Semenyo var indi. var. Semenyo Haalandda, Semenyo heç var. Haalandla məsələn çox adam deyir ki, Mbappé zaten bir. Mbappé yəni belə oyunlarda bəzən olurdu ki, tək başına bir nəsə epizod yaradırdı, qol vura bilir. Haaland elə bilmir belə şeyləri. Haalandda o yoxdur. Haaland dünən itmişdi. Kako da Solanki 2 dənə qol vurdu kişi. Haalandı bəsləməsən heç Bak, olmur. Pep'in kriptonitidir də Tottenham. Yəni Pep Tottenham'ı bacarmır. Belə saysan bəlkə də 2-3 dənə qələbəsi var Tottenham üzərində. Bir ara vəbşi Tottenham'a gol vura bilmirdi o ay xəttində. Nəsə alınmırdı. Məşqdən fərqi yoxdur. Nəsə Tottenham'a Pep gedir komandanın aparır Tottenham'a bilmir neynəsin də. Alınmır. Lüboy vəziyyətdə Tottenham onlara hal alır. Lüboy vəziyyətdə alır. Çempionlar Liqası o şey dəhşət idi. Çempionlar Liqası. Bəlkə də Çempionlar Liqasından sonra belə oldu. Biraz stresə düşüb şeylər. O Çempionlar Liqası Tottenhamın nə bilim o şah əsəridir. O Ajax-ı necə udublar? Sən Lucas Moura. Olacaq. Son dəqiqələrdə. Sən o dəhşət, o super bir Çempionlar Liqası idi. Yəni bu söhbət ondan gedir ki, yəni bu Tottenham'ın oyunu yəni mənim üçün yəni göstərici deyildi, yəni ki, Pepe ilə oynadı. Tottenham'ın həmişə zəif oynadılar və sadəcə indi Enfieldda nə gözləyirsən? Enfieldda mən Bir də fizika baxımından hə Liverpool qalib də bax belə bir məsələ var. Manchester City indi okey 6 xal o qədər də böyük bir xal deyil, amma City də o əvvəlki City deyil ki, 6 xal göz qırpımında bağlaya bilsin. Mənə gəlir City-nin artıq çempionluq ambisiyası daha azdır. Nəinki Liverpoolun ilk 4-də, yəni növbəti il çempionlar yarışına getmə ambisiyası. O Liverpoolun ambisiyası daha əsaslıdır və daha canlı bir alovdur ki, onları dəstəkləyir arxada. Sadəcə Slot qorxaqdır. Yəni Slot necə Arsenal oynayırdı? Okey, Arteta da qorxaqdır. İkisi də orada qorxaq idi. iki qorxaq arasında Slot biraz daha diribaş görünürdü Amma amma. burada Slot qorxaqdır, Pep'in yanında Slot qorxaqdır da. Yəni Pep açıq futbol oynayacaq çox güman ki. İndi nəyi vursalar da, yəni 3-4 dənə vursa birinci taymda, yəni 2 dənə 2-0 da o şey göstərici deyil də. Halbuki bu Tottenham'dir də. Yəni 2-0 bilmirəm mən açığı, yəni burada bir proqnoz da verə bilmirəm çünki İngiltərə Premyer Liqası, yəni həqiqətən mən oyunlardan həzz ala bilmirəm heç bir oyundan. Baxırsan ki, yəni çox mənasız oyun gedişatı çox mənasızdır da. Yəni götürək Tottenham həmin bu oyunu da Tottenham City. Yapışıb Tottenham. Yox. Necə olub ki, yəni City ikinci taymda Tottenham'a top verdi. Yəni bu niyə baş verdi ümumiyyətlə? Çünki yenə qayıdırıq fizikaya. Hə də onu deyir. Okey, Semenyo qaçandır. Amma o birisi güclərə bax, Çerki qaçan deyil. Fizikası o qədər də güclü oyunçudur. Ait Nuri. Çerki 25 dəqiqə oynadı, adam cədədən çıxdı. Ait Nuri qaçan flank deyil. O'Reilly qaçan deyillər. Bernardo Silva qaçan deyil. Rodri. Usanov, okey, Usanov tək qaçır. Gehi, okey. Bu da mərkəz müdafiəçidirlər. Yəni daha çox statik stoperdir. Xusanov daha flexible Tottenham stoper. isə sonradan meydana ilə Odegaard da çıxdı. Nə bilim o Udogi oynayırdı. Udogi, nə bilim odur budur qaralar Solanki, Malak hamısı fizikalı qaçandır. Bir də Hamısı qaçır. Tottenham'ın arxa tərəfdə pərt idi, əsas oyunçuları yox idi. Palin yəni müdafiəçi oynayırdı şeydə, üçlü sistemdə. Plus İkinci super oynadı. Plus ikinci məsələ. O yandadır şeydə Etihad'dakı şeydə də çox bomba oynamışdı. Plus ikinci məsələ var. Artıq bu künc zərbələr, outlarda çox qorxulu olur. Bu outlara top çıxanda oca baxırsan ki, əsasda Tottenham kimi komandalarda Bradford, yəni Arsenaldır, hətta artıq Bournemouth, Iraol da o tərəfə keçir, o Liverpool'a vurduğu, Adlin vurduğu gol. Yenə hardansa gəldi, top outdan gəldi, uçdu, 3 nəfərə dəydi, çıxdı, gəldi, girdi qapıya. Yəni bu məsələdə biz toxunsaq, yəni artıq Pep tipli futbol oynayan komandalar və o gigantları yığmayan. Məsələn, Diaz yox idi də, məsəl üçün Ruben Diaz olsa, sən o Glavoya deyərsən ki, hər şey Ruben Diaz nəsə fikirləşərdi orada da. Amma sən qorxursan topu out atmağa, sən qorxursan künc zərbəsində və orada sən daha necə deyim,
ehtiyatlı oynamağa çalışırsan deyə ona görə sənin səhvlərində çox olur. Çünki artıq sənin oyunçuların leveli yüksək deyil. Yəni O'Reilly'dir, O'Reilly Walker deyil. Yəni Ait Nuri Cancelo deyil. Nə qədər də mən Ait Nuri sevsəm belə. Hətta sənin 2 dənə müdafiəçin də Gehidi nə qədər tərifləsələr onlar. Usanov da, yəni Usanov çox cavandır. Premier Liqada 2-ci ilidir. Amma bunlar Ruben Dias, bunlar kompani deyillər. Bunlar Stones deyillər ki, hansı topu götürsün, yəni vecinə də deyil kimi, onun qabağında da aldadır, nəsə eləyir. Onlar bu deyillər. Sənin dayaq yarım müdafiəçinin zameni, yəni əvəzedicisi Nikodur. Yəni Niko da hələ də Premier Liqaya otura bilməyib bu insan. Yəni futbolçu olaraq, yəni Çənəyə oturdu. Hə, çənəyə oturdu. Qəşəng zarafatı xoşuma gəldi. Və mən ona gətirirəm ki, yəni City ona görə bəzi bu fizikası güclü olan komandalara qarşı öz tempini itirir. Eynisi də yəni любой futbol oynayan komanda Premier Liqada. Chelsea West Ham oyuna keçəcək yoxsa keçməyəcək biz? Keçək. Bir dənə sadəcə mənim dəstək xarakterli bir şeyim var, bildirişim var. Bizim izləyicilərimiz Abdullah ilə Yusufdir səfərlərimizin adları. Red Warriors of Azerbaijan deyə bir Telegram qrupu yaradıblar. Liverpool azarkeşləri üçün belə kiçik fan klub tərzi bir şeydir. Bizə yazmışlar, xahiş eləmişlər. Açıqlamalarda Telegram linki qeyd edəcəm. Liverpool azarkeşləri, yəni qoşula bilərsiniz uşaqları dəstəkləmək məqsədi ilə. Qoşulun, mən də qoşulacağam. Həftə sonunda Elə-belə də bura. Mən Liboy kanalda. Manchester City Liverpool oyununda da hər iki təmsilçiyə bir xal arzu eləyirəm. Heç biriniz qələbə qazanmayın, yormayın özünüzü. Biz təzə toparlanırıq. Lazımdır elə, ehtiyac yoxdur elə şeyə. Keçək London derbisinə. Bəli. Həm biraz da mən sizə verilişdən əvvəl də demişdim ki, deməli nə olub? Liam Rosinyor gəldi, biz Chelsea-dan çox da danışmırıq falan. Səməri dedim ki, onsuz sən baxacaqsan, biraz Chelsea tərəfindən də bax ki, təzə məşqçi gəlib, 6 dənə, 7 oyundan 6 qələbəsi falan var. Biraz Chelsea danışıq. 30-cu dəqiqədə West Ham 2-dən qoyub indi deyirəm ki, ay ble oyundan danışacağıq Chelsea fanatları deyəsə ki, tapa-tapa bizim uduzduğumuz oyunda danışdı. Sağ olsun West Ham çevirdilər. Adama Traore. Amma oyuna yox da mən biraz West Ham tərəfinin haqqında 2-3 kəlmə söz deyim. Chelsea tərəfini sənə buraxacağım. Sən yadıma düşdü o. Kukurela necə belə getdi Kukurelasan. Amma mən sənə WhatsApp-da da yazmışdım. Nuno'ya vaxt vermək lazımdır, yayda bir transfer büdcəsi vermək lazımdır. O adam öz istədiyi tip profildə futbolçular transfer eləsə, yəni növbəti mövsüm Avropa uğrunda dirəksə West Ham təəccüblənmərəm mən ki, əgər bu il çempionşipa düşməsə də o söhbətdə var. Qırmızı verdilər Traoreye. Traoreye, Todiboya. Yox, Traoreye vermədilər. Traoreye çünki heç kim boğazından tutmadı. Mən sənə Kukurela tulladı o tərəfə. O tulladı epizod, o tozu bu qoşdu, Pedro'nun boğazını Traore'nin geçişinin Yox, Pedro. Yox, Liam Rosinyor haqqında biz danışırıqsa, biz bir dəfə artıq danışmışdıq burada və mənə O ilk oyununu izləməmişdi. İndi Arsenal deyirəm. Chelsea azarkeşləri mənə çox yazmışdılar ki, mən statusda paylaşmışdım, storydə də paylaşmışdım bunu ki, yəni bu məşqçidən, yəni bomba məşqçi gəlir, iyisi gəlir ondan da, yəni. Çünki Luis Senior o mətbuatda da danışırdı ki, mən sadəcə bildiyim işdə professionalam deyə ona görə özümü tərifləyə bilirəm. Çünki mən bu işi bacarıram. Yəni və çoxsu mənə yazırlar ki, Samir, sən belə deyirsən ki, indi bu gün neynəyəcək, bu Strasburqdan gəlib zət. Amma Rosinyoru mən görən günü, yəni futbolçu olaraq əlbəttə ki, tanıyırdım onu, Hull City-dən falandan. Amma məşqçi olaraq, düzü Strasburq oyunlarına baxmırdım mən, amma onun vibe'ını görən kimi, yəni dedim ki, yəni bu insan, yəni bu dərəcədə biabır olmaz da, yəni ki, özünə güvənmirsə, əgər bu bilmirsə və özünü belə aparmaq, plus Chelsea-nin göstərdiyi, yəni Maresca gələndə o boyda promo yox idi. Nə bilim, Pochettino gələndə bu qədər promo yox idi. Liam Rosinyor gəlir, elə promo edir. Çünki Strasburqda onlarında bir Blue Cow, nədir o film adı? Arxa bağçaları. İndi Strasburqda bir şeydir də, Gary O'Neill bir məşqçi. O da bazı qardaşıdır bu Chelsea. Və Liam Rosinyor gəldi və bu görünür ki, bu insan fresh blooddır. Yəni yeni nəsildir və o bilir nə etmək istəyir. Futbolçu olaraq da belə çox belə zavadlı futbolçu idi. Həmişə dalaşırdı meydanda, vuruşurdu. Onun ən belə populyar kadrı var. Deyəsən ya Hull City-dədir, ya da Brighton-dadır. Mübarizə apardılar. Azarkeşdən yox, belə eləyirdi. Yəni kapitan zət deyildi, amma belə eləyirdi. Yəni çox özünə güvənən bir insandır, belə başa düşürəm. Və onun aurasını yəni mənə nəsə verdi də bura. Dedim ki, yəni bundan nəsə çıxacaq qardaş.
Və çıxdı da burada. Arsenalın oyunu çıxmaq şərti ilə. Ki bu axşam da Arsenal. Hələ olacaq. Bu axşam Yox, kubok sabah oyunda da axşam, 3-2 sabah Hə, bu uduzdular. axşam da. Bu axşam oyunlarda kubok. İkinci gün. Yəni biz efirə getdiyimiz gün axşam, yoxsa birinci gün Saat axşam? 12-dədir, bilmirəm. Hə, nəysə də başım Bahar buraxın. soyuşunda. Live skora girin baxın. Və o oyunu çıxmaq şərti ilə, yəni o oyunda da yəni pis Vallahi oynamadı yaxşı Chelsea. oynayırdılar əslində. Çox yaxşı oynayırdı Chelsea. Yəni Chelsea həqiqətən yaxşı futbol oynayır. Və West Ham'ın düzdür mən də West Ham'a keçişəm, amma bura verilişdir də, yəni biraz yəni obyektiv olmalıyam. West Ham'ın 2-0 birinci taymda əlbəttə ki Chelsea-nin yəni tam olaraq optimal olmayan heyətlə çıxmasına görə idi. Çünki Chelsea Napoli ilə Çempionlar Liqası oyunu orada da comeback eləmişdilər. Joao Pedro ehtiyatdaydı, biraz dincəlmək üçün. Əgər Hatonu, yəni Duranla Leandro Andrade pərt eləyə bilibsə, yəni Bowen, Wan-Bissaka üçün Hato heç kimdir də. Amma sonra Cucurella çıxdı. bəli. Və ümumiyyətlə gəlin belə eləyək. Əvəzləmələr çox faydalı oldu, yəni. Joao Pedro da gol vurdu, Cucurella da gol vurdu. Söhbət gol vurmaqdan getmir. Söhbət oyunun gedişinə niyə təsir edir. onlar gol vurdular? O çıxdığı taktika 4-5-1 idi. Və meydana çıxan futbolçular məsəl üçün həmin moment Delap heç nə eləməmişdi. Ümumiyyətlə Delap çox zəif oyun keçirdi. Amma o Delapı çıxartmadı. Niyə görə? O Garnaçonu dəyişdi. O Garnaçonun əvəzinə Joao Pedro'nu saldı ki, West Ham və bu zamandan sonra Kilman da meydana gəldi və bu Santos'un çox böyük səhvi, Nuno'nun çox böyük səhvi idi. Çünki Pedro gəldi, ikinci hücumçu kimi oynamağa başladı. Və Nuno fikirləşdi ki, bəs mən cınaqlarda kimi saxlayayım? Hə, cınaqlarda bir dənə Cucurella, misal üçün Cucurella'nı saxlayardı Wan-Bissaka. Amma West Ham müdafiəsi başladı bir-birinə yaxın qapılmağa. Qapılaraq cınaqlarda Chelsea oyunçu lazım deyildi. Çünki Neto'da, Joao Pedro'da, Palmer'da, Enzo'da, Caicedo'da, sonra çıxan Reece James'da hamısı mərkəzə vururdular. Və bütün qollar hardan gəldi? Mərkəzdən gəldi. Fafananı gəzmək. Fafana 40 metr gəzirdi. 40 metr gəzdi. Orada Sambra gəldi. Bir də orada məncə nə faktor var? Nuno Todibo ilə Mavropanos ikilisinə də müdafiədə güvənmir. Okey, rəqib Delapdan çıxıb, tək forvarddır, iki stoper tək forvardı saxlayar, amma artıq ikincisi də Joao Pedro da girdi və Delapı da sən demişkən çıxarmadı. Chelsea öndə iki forvardla oynayanda. O öz müdafiə tandeminə güvənmədi, yanına Kilman atdı ki, iki forvarda qarşı heç olmasa 3 müdafiəçi ilə oynayır. Nuno'nun çox böyük minusu var. Mən niyə görə Nuno'nun məşqçi kimi istəmirdim. Hal-hazırda mən istəyirəm ki, Nuno qalsın. Çox böyük iş görür həqiqətən West Ham'da. Yəni oyuna baxırsan adamın gözü açılır ki, bu komanda oynayır da. Hətta çempionşipa getsək belə oynaya getdi çempionşipa. Nuno'nun bir dənə problemi var ki, Nuno öz yetişdirdiyi oyunçuları çox sevir. Kilman onlardan biridir. Keçən oyunda Sunderlandlə Kilmanın meydana 3 dəqiqə buraxmaq istəyirdi. Wolves'da da var idi da o vaxt. Hə, Wolves'un kapitanı idi. Və 3 dəqiqə buraxmaq istəyirdi. West Ham təzə məşqçisi var, hansı ki o gələndən sonra biz 4 oyunda uduzmadıq. İndi Chelsea uduzduq. 4 oyun 4 qələbə qazandıq. Paco Gemes. İspaniyadan gəlib Paco Gemes və Paco Gemes cumdu Nuno'nun üstünə ki, sən nə edirsən? Sən Kilmanı hara buraxırsan? Yəni çünki Kilman müdafiəçi deyil. Ümumiyyətlə Kilman necə böyük futbol düşüb mənə hələ də müəmmalı qalır. Nuno yetimi də Nottingham'da prezident eləyir. Burada köməkçisi. Çünki yenə görsən boş-boşuna güvənir də. Kilmanı çıxartdı. Demirəm, Chelsea comeback etməyəcəkdi. Amma Kilman çıxan kimi gol buraxdı. İkinci məsələ. Hesab 2-2-dir və sən 83-də Jared Bowen'ı çıxardırsan. Yəni Jared Bowen o futbolçulardandır ki, 300 dəqiqə futbol oynasa eyni kondisiyada qaçır. Yəni fizikanın üzərində qurulan Premier Liqada sənin komandada ən fiziki güclü olan futbolçunu çıxardırsan, bir hücumumuzun ən texnarı da odur ya, yəni top saxlayır. Texnikanı qoyuram kənara da, indi ən yaxşı futbolçusu ümumiyyətlə odur. Sən buraxırsan adama Traoreni. Okey, sən fikirləşirsən ki, kimsə qaçacaq güclərdən. Tip Cucurella ortadır, Gusto bütün gün hücumdadırlar, sən kontrataka fikirləşirsən. Amma sən Kilmanı yox, sən Souček'i çıxardıb potsuz salmalıydın. Çünki bu iki dənə yetimə kimsə pas verməlidir axı, Summerville-la Traore. Necə qaçsınlar? Souček pas verən deyil. Souček çox güclə yeriyir. 80-cı dəqiqədən sonra ümumiyyətlə Souček oynamır. Sən zaten Pablo'nu çıxartmısan. Və görürsən o Pablo'nu çıxardan kimi Liam Rosenior nə edir? Reece James'i oyuna salır.
O elə belə salmır. O həmişə Mareskanı tərifləyir. Deyir ki, mən Mareskanın oyunu dəyişməyəcəm. Sadəcə onun gördüyü gözəl işi daha da gözəlləşdirəcəm. Optimallaşdırmaq. Sırf Mareska öyrətmişdi ki, Reece James dayaq yaran müdafiəçi oynasın. Və o görəndə ki, Pablo çıxıb West Ham'dan və yorulmuş Součeklə Fernandes qalır. Hansı Fernandes? Hansı ki, topu çox özündə saxlamağı xoşlayır. Mən nə edəcəm? Mən Enzo ilə Caicedo'dan onların üstünə atacağam. Onların arxasına isə Reece James'i qoyacağım. Zaten Chalobah ilə Fofana orada öz işini görəcəklər. Yəni Adama Traore ilə Summerville 80-ci dəqiqədə, 85-ci dəqiqədə heç nə edən deyillər. Və o işlədi də 92-ci dəqiqədə yenə mərkəzdən vurulan qol. Çox sadə bir qol idi. Yəni Liam Rosenior'u həqiqətən mən Chelsea fanlarını təbrik etmək istəyirəm. Çox əla məşqçi əldə etdik. Əlbəttə ki, bütün böyük klubların bir sindromu var ki, biz həmişə qalib gəlməliyik. Bu normal deyil mənə görə. Ona görə mən ümumiyyətlə böyük klubun azarkeşlərini də, böyük klubların özlərini də sevmirəm. Chelsea artıq hələ o böyük klubda, əvvəlki o böyük klubda deyil zaten. Onu da qəbul olmalıdır. Zaten artıq o DNK-da, Chelsea'da o DNK peyda oldudur ki, biz yəni 2 dəfə Çempionlar Liqasını qazandıq. Biz bütün Avrokubokları qazandıq, dünya çempionuyuq, Premier Liqanı hər şey elədik də. Əsasən də представь elə Chelsea-nin biri var, sən mənim kimi azarkeşsən, 90-cı illərdə böyümüsən və sənin üçün Chelsea yəni 90-cı illərdə heç nə idi, yəni adi Premier Liqa klubu. Heç nə deməzdim də, yəni heç nə belə pis səslənir. Gianfranco Zola. Yəni Avtoglas. Charlton, Chelsea, West Ham. Kubokunu götürüblər də. Ya da West Ham-da götürüblər. Tottenham'da. Yox, nə qədər kubok götürüblər də oradan. Hə, bütün kubokları götürüblər. Tottenham belə top tier deyil də onlar da. Amma indi məsələn 2005-də doğulan insanlar üçün Chelsea, nə bilim, Real Madrid, Barcelona, Manchester United səviyyəsində bir klubdur. Çünki kubokları var, qazanır. Və ona görə həmin azarkeşlərin indi olan 20 yaşı və 22 yaşı var. Onlar fikirləşirlər ki, biz həmişə qalib gəlməliyik. Amma yəni Chelsea əzəldən böyük klub deyil ki, yəni ondan Rosenior'dan biz dərhal istəyək ki, Rosenior nəsə eləsin. Biraz vaxt versələr, əsas da azarkeşlər. Çünki azarkeşlər çox böyük rol oynayırlar. Azarkeşlər biraz vaxt versələr, məncə Rosenior deməzdim. Caspian Blues, onlara salam deyə bilərsən. Caspian Blues, salamlar uşaqlar. Mənə vaxt verin. Yəni söhbət ondan gedir ki, yəni Rosenior'a vaxt versələr, demirəm ki, növbəti Mourinho olacaq. Amma növbəti Mourinho. Onun plankası növbəti Mourinho'dur. Ruben Amorim, Rosenior. Sən Amorimi elə deyə bədbəxt elədin. İndi bu yetirdi. Yox, Amorim maksimum şeydə 3 sənə. Yox, qardaşım, çünki Amorim mən boşu müdafiə edirdim. Amorim futbol oynamırdı, qələbə qazanmırdı. Bu yetim bütün oyunları udurdu. 5 dənə qələbə olsa mən saçımı kəstirirəm. 2 dənə qələbə qaldı. Ha, 2 qələbə. Deməli tema nədir? 7 oyun 6 qələbə Liam Rosenior'da. Yəqin ki, növbəti turda Wolves səfərinə gedilər. Oradan da rahat qələbə çıxardacaqlar. Turnirin axırıncı yerində Wolves apas komandadır. Turnirin axırıncı yerində bir zəhmət tutsunlar da onları. Deməli, Arsenal qələbə qazandı 4-0 Leeds üstündə. Merino zədələnib, amma onsuz da adamların liqada rəqibi yoxdur. Məncə Arsenal çempion deyə bilərik artıq. Yox. Nəzəri formada ən azından, faktik olmadı. İkinci yer City 47 xalla. Üçüncü yer Aston Villa 46 xalla getdi, evdə Brentford'u uduzdular. 4-də United var, Fulham uddular 41 xalla. 5-də Chelsea 40 xalla, 6-da da Liverpool 39 xalla. Mövsüm sonunda bu 6 komandadan neçəsi top 4-də olacaq sizcə? United 100% olacaq. Məncə United City 100%, Arsenal da 100%. City, United, Chelsea. Liverpool'u görmürsən. 5. Liverpool 5-də olacaq. 4-də salmırsan. Aston Villa çox mənə ki qopacaq biraz. Məncə də Aston Villa qopur. Məncə də Aston Villa qopacaq. Amma Liverpool ilə Chelsea biraz belə də baxır vəziyyətə. İndi Chelsea məsələn City ilə xal itirsə, Liverpool City ilə xal itirsə, Chelsea-nin baba şansları var. Çünki Chelsea-nin səhv eləmirəmsə kalendarı zəifdir. Yəni belə güclü kalendarı yoxdur. Chelsea-nin deyəsən hə. İndi bir Arsenal oyunu var kubokda. Güman ki orada uduzacaqlar. Bu da demirəm də Premier Liqadan söhbət gedir. Məsəl üçün Manchester United mənə gəlir növbəti tur xal itirə bilər, ən azından bərabərlik oynaya bilər Tottenham'la. Çünki Fulham'ın özünü də son dəqiqə qolu ilə unutdular da. Yəni Sesko qol vurdu falan. Tottenham da United'in oyunu üçün tərs bir komandadır. Oradan bir xal itkisi gözləyirəm mən United'dən. United çempion ola bilər. Ha. Qeyri-mümkün. Yəni riyazi olaraq. 12 xal fərq riyazi olaraq yəni ola bilər. Gərək indidən sonra Arsenal ola bilər. 15 oyun qaldı da Premier Liqanın sonuna. 15 oyun hamısı. 15 yox, o 24-cü tur oynandı da. Hələ 14 oyun.
14 oyunda Kerik bütün oyunları Qələbə qazansa, Arteta da bütün oyunları buluya bütün geçsin. oyunlar bulaya Arsenalda məsələn növbəti oyunlar Arsenal Sunderland'dan oynayır özbəyində, sonra gedir Brentford səfərinə, sonra Tottenham'la səfərdə oynayır, sonra Chelsea ilə oynayır, sonra Brighton səfəri, Üzüm martı çətinləşir sonra biraz Everton, kalendarı. Çünki Çempionlar Liqası Wolves qrafikdə var səfər, Bournemouth, zəifdir kalendar. City ilə 18 aprel o vaxta kimi bilmirəm həll olacaq. Sonra Newcastle var, Həll olunub bir sonra Fulham var, sonra səfər West Ham, West Ham kakası. Bütün kalendarı oxudum ki bura. Burnley və sonuncu turda Arsenal Crystal Palace. Belə də ortada. Yox, yəni Arsenal çempiondur. Ən çətin şey Mən Newcastle. sözün açıq Arsenal çempion olsun istəyirəm. Yəni heç kim yox İlqara görə istəyirəm. O United udandan sonra yazıq canlı deyil ağlayırdı ki ürəyim. Premier League back again. İlqara görə Sən biraz nə bilim, mən hardan bir sənə baxıram, valla deyirəm ki, Çox emosional. öləcək burası. hə çox emosionalsan. Yəni Arsenal da olmayanda olmayacaq çempion. Sən Kekilva qurban. Var Kekil Allah. Yəni belə Premier Liqanı, yəni ləzzət eləmir mən Premier Liqə görürəm. Deməli futbol ləzzət eləmir biraz. Bir Kinoya keçədə. La Liga çox sıxıcı bir tur oldu. Şey gördünüz, Nizami Orucovun o psevdo psixoloq var Real Madrid haqqında Ona videosu. qarşı futbol oynamışam qısaca. Real Aa, Madrid. məsələn, Real Madrid görünə gündə ki, baxmayanlar üçün Nizami'nin videosunu verərəm buraya. Real Madrid şeydir də psixoloqlar verir. Şot yazanlar kuponları gətirin görək nə yazmısınız? 3 gün əvvəl 2 qırmızı alan Real bu dəfə rəqibi 2 qırmızı aldı. Real 97-ci dəqiqədə qol buraxmışdı Benfica ilə. Bu gün 100-cü dəqiqədə Realın özü penaldan qələbə qazanır. Bütün bunlar azmış kimi böyük dayılar dedilər ki, Realı udan Benfica yenidən Real'la oynamalıdır. Necədir sizin üçün? Dərs olmadsa, qabaqda hələm çox dərslər olacaqdı. O bir məşhur bir gag vardı. Get qardaşımsan da, yəni söyüş səncəsi olmasaydı onu bura verərdim Nizami atvet olaraq. Amma bu arada biz normalda Bundesliga danışmırdıq. Xüsusilə son həftələrdə bizə yazırdılar ki, Bundesligadan Bayern'dan arda-arda 2 dənə alıb. Ona görə danışmaq. Bayern'dan danış. Yazından sonra getdi bir Augsburg'a evdə 2-1 uduzdu. Bu həftə də Hamburg'dan 2-2 oynayıb. Maraq qatırdı çempionata. Düz edir Bavariya. Malades Bavariya. Amma hamı Bavariya kimi oldu. Çox qəribə bir şeydi. Augsburg'a uduzandan sonra Sky Sports Germany deyə Twitter səhifəsi var, rəsmi səhifəsi. Orada çıxmışdı ki, performans belə davam edəcəyi halda rəhbərlik kompaniyanın yerinə alternativ axtarmağa başlayacaq. Oğlum məsələn siz adam da nəyinəsini 2 oyun xal itirən kimi yerinə alternativ axtarırlar. Yəni Məsələn Luis Enrique açıq aydın dedi, biz üzrə Fransa liqanın bezmişik. Arada deyirdi ki, mən istəmirəm fransızlarla oynamağı, Qarabağla düşmək istəyirdi. Yəni Luis Enrique şeydən də bezib. PSG-nin özündən də bezib. Bilirəm, valla Strasbourg PSG baxmışam mən burada. Ola bax. Yenə də utdu da PSG. Yox, baxmamış olardım bu. Bu futbol deyil bu. Safon necə penalti götürdü gəldi. İngiltərə yavaş-yavaş Fransaya dönür. Bax Fransada həmişə fiziki futbol olur. Ona görə Fransa çempionatı baxılmır. Çox fiziki. Gələn turda PSG Marseille. Tam Dezerbi də content dal ayağı da elə bil də. Çox şişirdirsə Dezerbi bura. Heç vaxt. Sən bəyənmirsən Heç Dezerbi? Zor yürüsən də. Onda Amma Conte qaqadır. PSG content deyərdim indi. PSG Qarabağ demişin, Qarabağ bu həftə belə kritik bir oyuna çıxmışdı. Liverpool travmasından sonra. Qarabağ Turan-Tovuzdan danış. Danışım. Və kritik oyun idi. Çünki 3-cü yerdə Turan-Tovuz, onsuz da yəni Qarabağ. Necə keçdik biz Azərbaycan çempionatında? Riski. Orada mən bir də Qarabağa da eşidən kimi oradan Orada ümumiyyətlə baxış gəlsin də. başlığa da Qarabağ clickbait. Hə, yəni orada Turan yaxşı oynadı. Əslində Qarabağda full sastava vermişdi. Amma bütün ulduzlar var idi. Kaca da qayıtdı. Amma yenə də Turan çox yaxın idi. Heç olmasa heç oynasın. Son dəqiqələrdə mən sizə qrupaya atdım da o epizodu. 2 santimetrdən planga, ştanga, nə olub bala? Neftçidən heç danışmırsan. Yox, Neftçidən danışım. Mən ümumiyyətlə fikir verdim bu qrupa. Ki sən Qarabağın oyununa əsl bir Neftçi azlar ki, kim baxsan da. Yəni mən şeydə arada bir girib YouTube-da indi o bizim köhnə sponsorun kanalından baxırdım live deyəndə də daimi baxa bilmirdim də. Arada bir epizodlar qabağıma düşürdü. Belə %100 yox, %20'lik bir şans düşüb Turan-Tovuzun batıran kimi aylık qrupdaydınız ki, ay bilet bunu da verdilər əldən falan. Belə moment görmüsən sən? Yox idi. Ali Bərk Qarabağın məğlubiyyətini sıxırdı o oyunda. Neftçi də keçirdi. Əlbəttə elə də olmalıdır. Mən prosta bir şey fikirləşdim ki, indi bütün mətbuat, bütün media deyir ki, Qarabağ
İndi bu il indi Newcastle keçə bilməsə, yəni Keçə bilməsə deyəndə keçə bilməyəcək. Daha gözləyirsiniz. Növbəti il hansı şeydən başlayacaq şeydən də mərhələdən. Heç kim də fikirləşmir ki, sabah birinci yerdə 4 hallıq fərqi var. Bəlkə Çempionlar Liqası çıxmayacaq. Danışır ki, növbəti il Qarabağ nə edəcək? Qarabağ full sastavı elə-belə buraxmayıb. O əslində Sabah elə bir cındırzadı burada. Amma Sabah istədiyim ki, ümumiyyətlə Azərbaycan çempionatı barəsində danışırıqsa, Sabah bu dəqiqə çox möhtəşəm oynuyor, rəqib tanımır. Sabah buna pul verir. Sabah buna pul verir. Sabah mənə pul vermir. Amma versə pis olmaz. Sən Neftçidən çox Sabahdan danışsan. Sabah yaxşı oynayır. Sabah da birinci yerdə, Neftçi ikinci yerdədir. Neftçi arazdan sonra 4-0 utdu, hələ 3 hal arxadadır. 6 yoxsa 7-dədir Neftçi. 6-7 o tərəflər. Gündədir, mən deyirəm sonra Sabah zor işlə gəlir. Sabah zor işləyir. Zor. Zirəni udub səfərdə ilk hissədə 3-0 udur. Zirə hansı ki, sən bilsən ki, Zirə birinci tam 3-0 idi, mən də başladım. 3-0 3-1 qutardı. Mən taksidə idim, Qaqaş şeydə yolda baxıram. Legionerləri hər bir legioner çox yaxşı bir legionerlərdir. Məsələn, Maludanın özü. Məsələn, o Simic var, Sivasspordan gəlib də, qabaq Şerifdə də oynamışdı. Şerifdə yox, Amoniyadə zətdə. Yəni Lepinitsa var, Xorvat. Yəni Timotey Puxaç var, hansı ki şeydən gəlib. Puxaçdan niyə Muxaya göstərirsən? Yox, Holstein Kieldən gəlib. Polşa yığması namizədlərdən biridir. Yəni normal sastavdır da onlar da. Yəni bu məşqçi sırf məşqçi komandasıdır. Görsən ki, məşqçi də bir şeydir də, sən necə deyim ki, düşünür, necə elə, ora, bura zat, Qurbanova rəqabət yəni yaratmaq istəyir və alınır da. Yəni bu komanda məncə çox güclü bir rəqib olacaq və mən hələ ki səmimi qəlbdən uğurlar arzulayıram Sabaha o baxımdan ki, liqaya rəqabət gəlsin. Yəni mən həyatım boyu izləməmişəm. Azərbaycan liqası izləməmişəm. Yəni Vuvuzela 1 ildən də çoxdur burada işləyirəm. Yəni bu 1 il ərzində də dönüb Azərbaycan liqasına baxmırdım. Şans da verilişdə danışmayacağam. Bu Sabaha görə əməlli başlı. Yəni hər tur olmasa da 2 turdan bir oturub Azərbaycan liqası izləyirəm. Vernidub Neftçinin belə də Neftçinin 100% Vernidub əla məşqçidir, qaldıracaq. Burada Qarabağ, Neftçi və Sabah arasında. Turantovuz. Bu arada Qarabağda yeni bir transfer açıqladı elə biz verilişə girməzdən əvvəl. Jeremy Niyali mərkəz müdafiəçisi. Niyali. Ali var. Ayda Niyali. Mərkəz müdafiəçisi yadınızda. Niyali futbolda orada. Biz lojada danışırdıq. Sən deyirdin Medina'nın alternativ bir müdafiəçi lazımdır. Belə oxşayır. Mən onun şeylərini məbətlərini görməmişəm. Amma yəni mən gəncdir, 23 yaşlı. Yəni sürətli olar çox güman ki, mən baxdım belə onun viduxasına. Normal bir müdafiəçi çox ayaqlarına qədər gəlib, ayaqlarından bildiyim ki, sürəti var. Kipr çempionatında oynayır və ilk üçlükdədir və Avropada da oynayır. Des konfransda oynayırlar. Yəni Avropa görmüş bir oyunçudur. Öz çempionatın güclü komandasına gəlir. Məncə yanılmazlar. Yanılmaz daha doğrusu öz yəni tapıntıda. Bu bizim skautlardır, nə bilim, bu agentlərdir, zaten hansı ki təklif edib Qurban yəni ki, görüb onu və xoşuna gəlib. Bu arada sən yox idin sonuncu lojuda, orada Ələkbər abiyə mən belə bir sual ünvanlamışdım ki, onsuz da Qarabağdan transfer deyirdi və Qarabağın prezidenti Tahir Gözəl demiş ki, biz bir büdcə ayıracağıq da transfer üçün. Mənim sualım nədən ibarət idi? Onda bəlli deyildi PSG yoxsa Newcastle gələcək, amma bəlli idi ki, heç biri ilə də bizim tur keçmə şansımız yoxdur da. Yəni var 1% bəlkə də. Çox böyük möcüzədə də ayla PSG formasını geyinən uşaqda mən başqa şey gözləmirəm. Ayla Günəş eyni liniyanın üstünə çıxar falan bəlkə Qarabağ udar. Yəni onsuz da bəllidir ki, sən turu keçə bilməyəcəksən. Qış transfer pəncərəsində bazarda alternativlərin azdır. Bu pulu turu keçmə ehtimalının az olduğu bir ehtimalı koeffisient eləməkdənsə o pulu yayda saxlayıb daha yaxşı alternativlərə xərcləmək səncə daha məntiqli deyilmi? Mən sənə belə deyim də, zaten Qarabağ çox güman ki, yəni free agentlərə yönələcək. Sterlingin adı çəkdir. Sterling 13 milyon dollar. Sterling gələndir. Yəni söhbətlə gedik ki, Qarabağ zaten də free agent ya da Portuqaliya liqasından belə oyunçular alır. Ne bilmirəm rəhbərliyi nə qədər pul ayıracaq, summa nədir ümumiyyətlə, amma inanmıram ki, o summa 40 milyon zaddır da. Yəni o summa maksimum 5 milyona qədərdir. Yəni mən belə düşünürəm, mənim proqnozumdur. Yəni və 5 milyon sən maksimum kimisə almaq yox, kimisə free agent götürə bilərsən. Azad agent kimi gəlirlə maaşını verirsən, oynayır. Və Newcastle-la siz deyirsiniz şansı yoxdur, falan, odur, budur. Amma Newcastle-la Qarabağ dalaşa bilər.
Niyə görə Qarabağ Newcastle-la dalaşa bilər? Əgər Qarabağ, yəni cinahlara Vertikal oynasın. vertikal səviyyə, vertikal oynamaq olmaz. Bax Newcastle-ın pressingi çox zəifdir. İngiltərə komandaları arasında Newcastle ən zəif və Newcastle pressing eləyəndə 3 dəfə pressing eləyiblər Premier Liqada, 3-ündə də qırmızı vərəq alıblar. Bir dəfə Elanga, bir dəfə Gordon, bir dəfə də Barnes. İndi bilsəm orada başa Başa düşürəm, Liverpoolə qarşı pressingdir, Arsenala qarşı pressingdir. Başa düşürəm. Medina'nın Bell'la pressing eləsə. Yəni komanda pressing eləyə bilmir. Söhbət fərqi yoxdur. Onlar yəni Liverpool komandalarından pressing eləyə bilmirlər. Yəni Newcastle ümumiyyətlə pressing oynamır. Amma Qarabağ məcbur edəcək ki, Newcastle pressing eləsin. Çünki Qarabağ top saxlamağı xoşlayır. İndi bax belə bir söhbət var. Elanga Medina yanının 2 atıb qaçsa, yəni Medina'ya pressing eləməyinə ehtiyac qalmayacaq. Elanga'nın atıb keçəcəkdir. Yerdən də Voltemade'yə pas atdım. 1-0 Braziliya qabaqda. Okay, Newcastle-ın XG-sinə baxsaq. Newcastle daha çox vurmalı nəinki vurur. O nə lazım? Vuran ayağı da yoxdur. Voltemade formadadır baxırsan ki, amma indi neçə oyunda zamanında qalırdı. Viss oynayırdı. Viss də təzə qayıdıb. Və onsuz da Bakıdakı oyunda eləmək olar nəsə. Mən də onu deyirəm də, qıl payı qaçdı söhbəti var türklərdə. Yəni qılı gətirsə Qarabağdan həqiqətən. Yəni demirəm keçəcək, amma o ümidi yaradacaq azarkeşlərdə və futbolçular özündə belə. Yox, tək yaratsın. Çünki burada vətən xaini elan eləməyinəm. Mən də könüldən, qəlbən istəyirəm ki, Qarabağ turu keçsin, amma biraz realist danışmağa çalışıram. Newcastle-da təcrübəli deyil Çempionlar Liqasında. İstər-istəməz mən həmişə anlamırdım bunu. Plus 5000 yol qət etmək. Axır dəfə Newcastle hara 5000 yol uçurdu. 5000. Yayda hansı? 5000 bu dediklərin hamısı çox maraqlı söhbətlər deyək. Amma rəqib Qarabağdırsa, rəqib Qarabağdırsa bir şeydə dərman olmama kimi bir alternativ çıxır yandakı. Salam əleykum. İngiltərəni mən boş buraxıram. Yəni orada İngiltərədə həddindən artıq. Bu bayaqdan məsəl üçün özün üçün İngiltərə fizika. Qarabağ futbolçularının Newcastle futbol oynamır axı bura. Valla Qarabağa mən sənə deyim ki, Brentforddan daha çətin olacaq nəinki Newcastle-dan. Ya prosta Newcastle-da bir o moment mən də baxdım Newcastle-ın o oyunlar cədvəlinə. Dünən oynayıb Liverpool-la. Bütün kuboklarda ələ qalıb. Liga kubokunda da qalıb. Bütün şeylərdə oynayıb. FA Cup-da da qalıb, çempionatda, Çempionlar Liqasında. Bax, dünən Liverpool-la oynayıb. İndi deyəsən ayın 4-ü bir dənə kubokdur. 2010 yaddan çıxdı. 3 gün sonra çempionat. Avropada ən çətin qrafik Newcastle. 3 gün sonra FA Cup. 3 gün sonra bir dənə də çempionat. Sonra City ilə, Qarabağla deyəsən birinci oyundan sonra və yaxud birinci oyun öncəsi City oyunu var. Öncəsi deyəsən, öncəsi ya da boşuna nəysə, orada City var deyəsən arada. Boşum çox tappa turub oyun. Yox, Newcastle qrafik çox çətindir və Newcastle çox əlverişli, həqiqətən çox əlverişli dalaşmaq üçün. Çünki bax, yenə də bax deyirsən də, o Gordon sözünə qayıdırıq. Gordon deyir ki, biz gəlirik burada və Çempionlar Liqasında futbol görürük. Çünki Çempionlar Liqasında müxtəlif komandalar oynayır və müxtəlif tərzlər oynayır. İngiltərədə niyə görə problem həmişə olub? Biz o deyirik, İngiltərə indi dominasiya falan. Amma İngiltərə illərdir Liverpoolu çıxmaq şərtinin o 4 dənə çempionluğu var idi. 80-cı illərdə dominasiya göstərdi. Ondan sonra dominant klub ancaq Manchester United idi Avropada, amma Manchester Avropada da dominant deyildi. Manchester Avropaya çıxırdı və hərdən biri onun pis çıxmasın içinə elə qoyurdular ki, yəni Manchester çünki fərqli futbollar görürdü. Gedirsən Blackburn-dan, Blackburn out atır ancaq. Sən fikirləşsən ki, Allah mən John Osh'unu qoyaram, John Osh'u həll eləyər də. Orada çıxır John Osh çıxır hansısa Sevillian futbolçusu ilə Pizarro ilə. Pizarro John Osh'a bir dənə tok eləyir, John Osh qalır belən içinə. Manchester United niyə gəldi döndü? Mən ona gətirəndə indi eyni İngiltərə yenə Tottenham, Arsenal, United. İndi dominantsız idiniz. Mən kimi deyim, Arsenal çıxırdı, qrupdan çıxa bilmirdi Çempionlar Liqasında. Mən nə deyim? İndi də Arsenal yox, nə deyim? Sonra Mourinho gələndən sonra Chelsea-dən Manchester'a Chelsea qoşuldu ki, daimi olaraq Manchester'la Chelsea. Düzdür, Arsenal da indi okeydən də çox şey deyilmir, qrupdan çıxırdılar da. Amma 4-də 1 yarım final çox az oldu. Onda da yarım finalda United-lə düşürdülər, pərt olurdular. Amma Manchester'dan sonra Manchester City və Liverpool təzədən qoydu. Liverpool eşitdiniz, Liverpool zaten məsələn Çempionlar Liqasında həmişə maraqlı oynayır. Amma görsən Çempionlar Liqasında maraqlı oynayan heç vaxt Premier Liqada yaxşı oynaya bilmirdi. Liverpool'un misal götürək. Liverpool'u özü City-ni götürək. City Premier Liqada dominantlıq eləyirdi, hamını udurdu, gedirdi Çempionlar Liqasında Monaco udurdu bura. Amma Kloppun Liverpool əksinə burada gəlirdi, misal üçün ikinci yer tuturdu, amma orada gəlirdi Çempionlar Liqası final oynayırdı, yenə ikinci yer tuturdu. Amma sonra qalib gəldi. Eyni də Newcastle da onu yaşaya bilər. Çünki Newcastle bilmir Qarabağ necə oynayır.
Newcastle yəni bilmir nə gözləsin Qarabağdan. Və necə ki Chelsea bilmədi Qarabağdan nə gözləsin. Və Maresca bilmir nə etsin. Nətər oynayım mən bunlarla. Hat onu çıxartdım. Düzdür, indi burada play-offdur. Burada hamı öz yəni üstün, optimal heyətlə oynayacaq. Amma yenə də o John Barnes'dır, Harvey Barnes'dır. John Barnes ilk 80-cı illərə getdi. Harvey Barnes'dır, Gordon'dur, Elanga'dır, yəni Gimaraes'dir. Onlar görməyiblər play-off'u. Onlar Çempionlar Liqasında belə az oynayıblar. Bax, vallahi Nəyə ki Çempionlar Liqası? dediklərimin Avrokuboklarda Qarabağın daha çox Zubir'in, Gordon'un daha çox təcrübəsi var Avrokubokda. dediyin hər şeylə razıyam, amma razıyam nə baxımdan məntiqli səslənir. Amma hər şeyi, o dediyin bütün məntiqli şeylər rəqibin Qarabağdırsa böyük əksəriyyətin suya düşür. Bax, indi düzdür, Joelinton zədəldi səhv eləmirəmsə. Tonali, Bruno Guimaraes, Joelinton çıxdı bu orta sahə ilə. Bikalyo, Yankovic, Zubir'dəki belə də gəzməklə qaçmağın arasında bir şey eləyir Poliyada. Bu Iniesta, Busquets, Xavi deyirlər. Yəni Bayer keçən mövsüm, keçən yox, 2 il bundan əvvəlki Bayer Leverkusen Newcastle nə edirdi? Deşik. Bu ilki Newcastle o Bayer Leverkusen'ın heç bir nə bilim 30% da deyil. Amma Qarabağ görürsən dirəşdi. Çünki fərqli futbol göstərdi. Mən də ona deyirəm. Mən demirəm ki, Qarabağ 100% keçəcək. Amma nəsə kimdə nəsə var ki, yəni nəsə Baba belə bir şey olacaq. Baba. Belə bir şey olacaq. Newcastle-ın dalı belə biraz olacaq, amma o stəkan düşməyəcək də. Yəni Qarabağın indi realist olaq, yəni 1%dir o turu keçmə şansı. O 1% İtaliya zaten. Bir çox azdır. Məncə elə əyninədir. Nəysə, bu həftəlik də bu qədər əziz izləyicilər. Seriyadan danışmadıq çünki Milan oynamayıb. Onun üçün Ələkbər abim belə Inter'də, Juventus komandalarından başına Eşitiz də. Sən ziyanın yerində misal yerində deyil də. Sən. İspaniyadır sən, cümə günü bizim Futbolni podkastın yeni buraxılışını izləyin. Barcelona'ya özəl buraxılış olacaq. La Liga'nı da ora itələdik. Başqa da ortada bir şey qalmadı. Nə danışaq La Liga'dan bura? Pipet. Rayo Vallecano 88 ilə sarı belə qaldı, yazıqlar. Nəysə, öpücüklər. Özünüzdən müğayət olun. 5-ci gün lojada Barcelona özəl buraxılışla görüşənədik.